Deməli sizinlə fərqli markalardan olan suların dadına baxacağıq. Görək ən bahalının ən ucuzdan fərqi nədir? Başlayaq bundan. Deməli adı nədir? The Legend of Baykal. Baykal əfsanəsi. İndi isə qiymətinə baxaq. Qiyməti 8 manat 90 qəpikdir. Bu arada bunların hamısını Favorit Premium Marketdən əldə eləmişəm. İndi isə dadına baxaq. Adi su, digər sulardan hələ ki mənim üçün heç bir fərqi yoxdur. Keçək buna. Bunun adı bilmirəm necə oxunur. Blanc Bello belə yazılıb üstündə. Bu Özbəkistandan gəlib və Özbəkistan istehsalıdır. Qiyməti isə 3 manat 50 qəpikdir. İndi isə bunun dadına baxaq. Bunun da açığı heç bir fərqi yoxdur, amma digəri bundan daha yaxşı idi, onu deyə bilərəm. İndi isə keçək Evian. Qiyməti isə 2 manat 80 qəpikdir. İndi bunun dadına baxaq. Vallahi hamısı eynidir. Bu su nəsə bir fərqi yoxdur. Amma ki bu digər ikisindən, digər bahalısından daha yaxşı gəldi mənə. Bu Türk markasıdır, erikli. Bunun qiyməti 1 manat 30 qəpikdir. Amma ən balaca ölçüdə onu deyim. İnanırsınız, heç bir fərq yoxdur. Adi sudur, nə fərq ola bilər başqa? Gələk buna. Bu bilmirəm necə oxunur. SNO Product of Georgia, Gürcüstan məhsulu. Deməli bunun qiyməti 1 manat 10 qəpikdir. Bunun dadını bəyənmədim açığı, bu qəşəng deyil. Düz digər sulardan çox da fərq yoxdur, amma bunun dadını bəyənmədim. Sirap 60 qəpik. Valla bunun digərlərindən heç bir fərqi yoxdur. Bunun ən bahalısı buyu da. Bundan heç bir fərqi yoxdur. 60 qəpikli su ilə eyni daddadır. Ona görə Forever Sirap. Videonu izlədiyiniz üçün çox sağ olun. Ümid edirəm ki, həqiqətən xoşunuza gəldi. Daha da belə maraqlı videolar üçün məni follow eləsəniz, yəni izləsəniz çox şad olaram. Sağ olun, öpürəm sizi.